Yeni qaydalara uyğun olaraq məzuniyyətə gedərkən işçiyə veriləcək əmək haqqının hesablanma qaydasına aydınlıq gətirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Siyasəti şöbəsinin müdiri Fuad Heydarov Araz FM-ə müsahibəsində əmək məcəlləsinin 111-ci maddəsinə edilən dəyişikliyi şərh edib. Onun sözlərinə görə dəyişiklik ondan ibarətdir ki, əmək məzuniyyətində olarkən işçinin iş yeri vəzifəsi və sonuncu əmək haqqından az olmaması orta əmək haqqının saxlanmasını nəzərdə tutulur. Bu arada əsas məsələ sonuncu əmək haqqıya aydınlıq gətirməsi ilə bağlıdır. Sonuncu əmək haqqı dedikdə şəxsin tarifə çıxılmaqla əldə etdiyi maaşdan yox, əmək müqaviləsində müəyyən edilmiş məbləğdən tarif maaşı, əlavələr və mükafatlar daxil olmaqla söhbət gedir. Misal üçün, əgər işçinin rəsmi maaşı 1000 manatdırsa və fevralın 1-dən məzuniyyətə çıxmağı planlaşdırırsa, bu zaman məzuniyyət vaxtı üçün orta əmək haqqı hesablanır. Ödəniləcək vəsait 1000 manatdan az olduğu təqdirdə işə götürən ona ən az 1000 manat ödəməyi borcludur deyə o əlavə edib.